Deməli, bugün keçirik köməkçi nitq hissələrini. Dedik ki, nitq hissələri bölünür iki yerə. Əsas nitq hissələri, bir də köməkçi nitq hissələri. Əsas nitq hissələri isim, sifət, say, əvəzli, zərf, feil. İsim əşyanın adını bildirdi, kimlə, hara suallarına cavab verdi. Sifət, əlamət, keyfiyyət bildirdi, necə, nə cür, hansı suallarına cavab verdi. Say, miqdar, sıra bildirdi, neçə, nə qədər, neçənci suallarına cavab verdi. Əvəzlik bütün əsas nitq hissələrini əvəz edir, hansını əvəz edirsə onun da sualına cavab verir. Zərf, hərəkətin tərzini, zamanını, miqdarını və yerini bildirdi. Nə tərzdə, nə vəziyyətdə, nə zaman, haçan, harada, haraya, nə qədər, nə dərəcədə suallarına cavab verdi. Feil hərəkət bildirir, nə etdi, nə edir, nə edəcək, nə etmişdi, nə edib, suallarına cavab verdi. Köməkçi nitq hissələri bölünür. Qoşma, bağlayıcı, ədad, modal sözlər, nida. Qoşma sözlərə qoşularaq məna çaları yaradır. Qoşulduğu sözlə bir yerdə bir cümlə özvü olur. Yeganə köməkçi nitq hissəsidir ki, qoşulduğu sözlə birlikdə cümlə özvü olur. Qoşulduğu sözlə birlikdə suala cavab verir. Yerdə qalan ədad, modal sözlər, bağlayıcı, nida heç biri suala cavab vermir və cümlə özvü olmur. Qoşma da qoşulduğu sözdən asılıdır. Qoşma sərbəst işlənə bilməz. İsmin, adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarından asılıdır. Bunlar ismin, adlıq, yiyəlik, yönlük, çıxışlıq hallarına qoşular, təsirlik və yerlik hallara heç vaxt qoşma qoşulmaz. Təsirli ilə yerliyə qoşula bilməz. Qoşma quruluşsa yalnız sadə olar. Deməli, yadımızda saxlayırıq ki, əsas nitq hissələrində sadəlik, düzəltməlik, mürəkkəblik var. Amma heç bir köməkçi nitq hissəsində düzəltmə yoxdur. Ya sadə olar, ya sadə mürəkkəb olar, lakin düzəltmə ola bilməz. Nə qoşma, nə bağlayıcı, nə ədad, nə modal sözlər, heç birinin düzəltməsi yoxdur. Yeni söz yaratmır. Deməli, qoşma quruluşsa yalnız sadə oldu. Qoşmanın bir dənə də özəl xüsusiyyəti varsa, o da qoşma deməli şəkilçi qəbul edə bilir. Yeganə köməkçi nitq hissəsidir ki, ismə aid qrammatik şəkilçi qəbul edə bilir. Qalan heç bir köməkçi nitq hissəsində bu xüsusiyyət yoxdur. Məsələn, sənin kimilər cəm qəbul elədi. Sənə xasdır. Xəbərli şəkilçisi qəbul elədi. Yaxud da deyirəm ki, sənin kimiləri çox görmüşük. Burada lər cəm qəbul elədi. I, u, ü hal qəbul elədi. Deməli, qoşma qəbul eləyə bilər ismə məxsus, cəm, mənsubiyyət, bir də hal şəkilçisi qəbul edə bilər. Bu da qoşmaya özəldir, digər köməkçi nitq hissələrində bu xüsusiyyət yoxdur. Sonra bitişik yazılan qoşmalarımız var. Qoşmaların içərisində 4 dənəsi bitişik yazılır, hər zaman bitişik yazılır. 2 qoşmamız var ki, onlar istər bitişik yerinə görə, istər ayrı yazılır. Digər qoşmalar, bir dənə tək hecalı qoşmamız var, hər zaman ayrı yazılır. Digər qoşmalar isə deməli ayrı yazılır. Qanunla tək hecalı qoşmalar bitişik yazılır. Baxaq hansılardır. Tək, dək, ca, can. Bu qoşmalar deməli sözə hər zaman bitişik yazılır. Tək, dək, ca, can. Məsələn, qızıl tək, evə dək, yol boyunca, sonra evəcən bitişik yazılır. İlə və üçün qoşması. İlə lalə formasında
üçün tün formasında. Bitişik də yazıla bilər, ayrı da yazıla bilər. Məsələn, səninlə, sənin üçün, yaxud da sənin ilə, sənin üçün formasında yazıla bilər. Yalnız xas qoşması tək hecalıdır. Hər zaman sözdən ayrı yazılır. Sənə xas. Yeganə tək hecalı qoşma xas qoşmasıdır ki, sözdən ayrı yazılır. Digər tək hecalılar sözə bitişik yazılır. Qoşmalarda vergül qoyulmaz. Məsələn, bağlayıcıda vergül var. Modal sözdə nidada var. Ədadda cüzi də olsa var, amma qoşmanın heç bir növündə vergül qoyulmaz. İndi isə gəldik qoşmanın növlərinə. Birinci, var deməli bənzətmə. Bənzətmə qoşmalarına aiddir. Kimi, sənin kimi, sənin qədər, sənin tək, təki. Bunlar bənzətmədir. Sənin kimi oxuyan görməmişəm, sənin tək oxuyan görməmişəm, sənin qədər oxuyan görməmişəm, bənzətmə. İkinci, məsafə. Kimi, qədər, dək, can. Evə kimi məni apardı, evə qədər məni apardı, evə dək məni apardı, evə can məni apardı. Üçüncü, zaman, əvvəl, sonra, qabaq, bəri. Səndən əvvəl gəlmişəm, səndən sonra gedərəm, səndən qabaq gəlmişəm, dünəndən bəri hazırlaşıram. Dördüncü, istiqamət. Sarı, tərəf, doğru, qarşı. Evə sarı gedirəm, evə tərəf gedirəm, evə doğru gedirəm. Məsələn də deyirik ki, bu qarşı əsasən istiqamət yox, fərqləmə bildirir. Sənə qarşı bunu etmişəm. Adətən deməli istiqamət bildirir. Yaxud da düşmənə qarşı belə. Əslində burada istiqamət bildirir, düşmənə qarşı vuruşur, istiqamət bildirir. Amma ziddiyyət bildirənlər yerlərdə var. Sənə qarşı məsələn bunu eləyirəm. Burada ziddiyyət bildirir. Sonra varımızdır bircəlik. İlə cacə. Yol boyu ilə ağaclar düzülmüşdü, yol boyunca ağaclar düzülmüşdü. Var səbəb. Üçün, görə, ötürü. Sənin üçün gəlmişəm, sənə görə gəlmişəm, səndən ötürü bunu etmişəm. Var, fərqləndirmə. Başqa, qeyri, özcə, savayı, ayrı, əlavə. Səndən başqa, səndən qeyri, səndən özcə, səndən savayı, səndən ayrı, səndən əlavə. Bunlar olur deməli çıxışlı qala qoşulan fərqləndirmə qoşmaları. Bir də deməli yazmamışıq, istiqamət yazdıq, aidlik. Aidliyi yazmamışıq. Silmədən onu da buradan bir yerdən yazaq. Aidlik, aid, dair, haqqında, barəsində, məxsus, xas, sənə aid, sənə dair, sənin haqqında, sənin haqda, haqda da var.
onun barəsində, onun barədə, sənə məxsus, sənə xas. Adətən yönlü hala qoşulur. Bunlar qoşmanın növləri. Qoşmanın növlərinin içərisində amonimlik çoxdur. Yəni, bu növlər içərisində amonim kimi işlənən qoşmalar var. Məsələn, kimi sözü həm qoşma, həm əvəzli ola bilər. Səhərə kimi, sənin kimi, kimi axtarırsan, kimi yazır, kimi oxuyur. Deməli, bu cümlələrdə dördündə də kimi işlənir. Bunların fərqinə baxaq. Səhərə kimi, bu kimi məsafə bildirir. Səhərə qədər. Sənin kimi qoşmadır, bənzətmə bildirir. İkisi də hal şəkilsinə qoşulur. Bax, səhərə, səni, biri yönlü hala, biri yəli hala. Kimi axtarırsan, burada sual əvəzlidir. Kimi axtarırsan, təsirli halın sualı. Kimi yazır, kimi oxuyur, qeyri-müəyyən əvəzlidir. Yadda saxlamaq lazımdır ki, kimi sözü cümlədə, bir cümlənin içərisində 2 dəfə işlənirsə, kimi danışır, kimi gülür, kimi danışır, kimi qulaq asır. 2 dəfə işlənirsə, qeyri-müəyyən əvəzlikdir. Sual məqsədi ilə işlənirsə, sual əvəzlidir. Yönlü və ya yəli haldan sonra gəlibsə, qoşmadır. Deməli, bu olur qoşmanın amonimliyi. Kimi sözü burada amonimdir. Nitq hissəsi olaraq qoşma oldu, yerinə görə əvəzlik oldu. Qoşma olub məsafə bildirir, bənzətmə bildirir. Əvəzlik olub sual əvəzliyi olur, qeyri-müəyyən əvəzliyi olur. Daha sonra doğru sözü. Qoşma, sifət, zərf. Evə doğru getdi. Doğru söz danışdı. Sonra o məsələni doğru həll etdi. Yerinə görə dəyişir. Evə doğru yönlü hala qoşulub, istiqamət qoşmasıdır. Doğru söz özündən sonra isim gəlib. Sifət olur, sual verə bilirik, necə söz. Doğru həll etdi, özündən sonra feil gəlib, burada isə zərf olur. Deməli, doğru sözü 3 nitq hissəsi olur. Qoşma, sifət, zərf, amonimdir. Özündən sonra isim gəlsə, sifət, özündən sonra feil gəlsə, zərf, yox, hal şəkilsinə qoşulsa evə doğru, işə doğru, məktəbə doğru, bu zaman isə qoşma olur. Daha sonra sarı sözü. Qoşma, sifət, feil. Deməli, əgər sarı sözü yönlü hala qoşulubsa, bu zaman qoşma. Əgər sarı sözü rəng mənasında işlənibsə, sarı paltar, necə paltar? Sifət.
Əgər sarı sözü hərəkət bildirirsə, yaralarımız sarı, nəyid? Burada isə feil kimi işlənir. Deməli, sarı sözü 3 əsas nitq hissəsi olur. Qoşma, sifət və feil. Yönlü hala qoşularsa, istiqamət qoşması, ismin yanında gələrsə, rəng çaları bildirərsə, sifət, hərəkət kimi yaralarımız sarı, sarımaq mənasında feil kimi işlənir. Sarı sözü 3 əsas nitq hissəsi, daha doğrusu 2 əsas nitq hissəsi, bir köməkçi nitq hissəsi olur amonimdə. Bunlar qoşmaları amonimli taparkən bizə çox lazım olur. Daha sonra başqa, ayrı, əlavə, özcə, qeyri. Bu sözlər yerinə görə qoşma və sifət olur. Əgər hala qoşularsa qoşma, səndən başqa, səndən ayrı, səndən əlavə, səndən özcə, səndən qeyri, bunların hamısında qoşma. Özündən sonra isim gələrsə olur sifət. Başqa iş, ayrı adam, həm də sual verə bilirik. Əlavə dərs, özcə iş. Bu zaman olur deməli sifət. Sual verə bilirik. Başqa iş hansı iş? Ayrı adam hansı adam? Əlavə dərs hansı dərs? Özcə adam hansı adam? Qeyri-adi necə? Bunlara deməli olur sifət. Hal şəkilsi, yəni çıxışlı hala qoşularsa olur qoşma. Bu da amonim sayılır. Bax, bu sözlərin hamısı amonimdir. Daha sonra əvvəl, sonra, qabaq, bəri. Bunlar da amonim sayılır. Həm qoşma, həm zərf olur. Səndən əvvəl, səndən sonra, səndən qabaq, dünəndən bəri, bu cümlələrdə olur qoşma. Əvvəl düşün, sonra danış. Bu cümlələrdə sual verə bildiyim üçün olur zərf. Nə zaman əvvəl, nə zaman sonra. Qabaqda dayandı. Harada? Zərf. Bəri gəl. Haraya? Zərf. Deməli, əvvəl, sonra, qabaq, bəri. Bu sözlər yerinə görə 2 nitq hissəsi olur. Əgər çıxışlı hala qoşulubsa, qoşma. Yox, sərbəst işlənib cümlədə hal şəkilsinin işlənməyib və suala cavab verirsə, bu zaman olur deməli zərf. Zərf kimi olanda sual vermək olur. Daha sonra amonimliklərdən. Tərəf sözü qoşma olur, isim olur. Tərəflər sülh imzaladı. Sənə tərəf gəlir.
Əgər tərəflər sülh imzaladı desək, burada sual verə bilirik. Kim tərəflər? O zaman olur isim. Sənə tərəf yönlü hala qoşulub, qoşma, istiqamət qoşması. Amonimdir. Cacə. Qoşma, ədad, zərf düzəldən şəkilci. Əslində isim düzəldən şəkilci də var. Yuxarıdan nümunələr yazıram. Yerinə görə deməli sual veririk. Yol boyunca söğütlər əkilib, yol boyu ilə. Yerinə, canın yerinə ilə, yaxud da qədər, görə, əvəzləyə bilirəmsə, bu zaman olur qoşma. Əyləncə mərkəzi açıldı. Əylən feilinə qoşulub, əyləncə nə isim? Feildən isim düzəldib, leksik şəkilçidir. Körpəcə uşaqlar körpə sifətinə qoşulub, ədad, çoxaltma dərəcəsi yaradıb. Rusca danışmaq, leksik şəkilçidir, tərzini bildirir. Nə tərzdə danışmaq? Burada da leksikdir. Deməli, feilə qoşulanda isim düzəldir, leksikdir. Dillərə qoşulanda rusca, ingiliscə, almanca, leksikdir, zərf düzəldir. Sifətə qoşulanda ədad yaradır. Yerinə ilə, qədər, görə qoya biliriksə, bu zaman qoşmadır. Məsələn, dəryaca ağlın olsa, dərya qədər qoşmadır. Mənaca 3 növü var, mənasına görə. Məncə, sən yaxşı oxuyursan, mənə görə sən yaxşı oxuyursan. Yerinə əvəzləyə biliriksə, bu zaman qoşmadır. ilə iki köməkçi nitq hissəsi olur. Qoşma, bağlayıcı. Maşınla gedirik. Maşın ilə. Samirlə Seymur gəlmədilər. Əgər ilənin yerinə və qoya bilirəmsə bağlayıcı. Samir və Seymur gəlmədilər. Bu zaman olur bağlayıcı. Əgər ilənin yerinə və qoya bilmirəmsə qoşma. Maşınla gedirik, maşın və gedirik deyə bilmirəm. Bu zaman olur qoşma. Daha sonra məncə, səncə sözləri iki nitq hissəsi ola bilər. Qoşma və yaxud da modal söz. Əgər məncə, səncədən sonra cümlədə bu sözlərdən sonra vergül qoyulubsa, bu zaman modal söz. Əgər məncə, səncənin yerinə mənə görə, mənim qədər qoya bilirik, vergül də qoyulmayıbsa, bu zaman qoşma. Məsələn, deyirəm ki, məncə sən hamıdan güclüsən. Mənə görə sən hamıdan güclüsən. Burada qoşma. Məncə sən də gəlsən yaxşı olar. Vergül də qoyub, bu zaman modal söz.
Qoşma olan zaman əvəzlik, kök əvəzlik, plus qoşma olur. Çünki burada mən əvəzlikdir, cə qoşmalı. Modal söz olanda komple modal söz olur. Məncə, səncə qoşma olanda mən, sən əvəzlik olur, cə qoşma olur. Məncə, səncə modal söz olanda komple elə modal söz götürürük. Ta onu əvəzlik plus modal söz götürmürük. Bütövlükdə modal söz götürürük. Və modal söz olanda mütləq vergül qoyulur. Qoşma olanda vergül qoyulmur. Ondan da rahatlığından tapmaq olar. Amonimliklərdən başqa nəyimiz qaldı? Müəllimə, vergül qoyulursa nə olur dediniz? Vergül qoyulursa modal söz, qoyulmursa qoşma olur. Bir də nəsə dediniz? Nəsə işlənirsə dediniz? Yerinə. Əgər məncənin yerinə mənə görə, mənim qədər qoya biliriksə qoşma, qoya bilmiriksə modal söz. Qədər sözü də iki nitq hissəsi olur. Qoşma və deməli isim kimi işlənir. Qoşma məsələn axşama qədər, səhərə qədər. Burada olur qoşma. Məsələn. Səhərə qədər gözlədi. Hal şəkilsinə qoşulub. Yönlü hala. Burada olur qoşma. Bir də deyirik ki, qədəri belə yazılıb. Qədəri belə yazılıb, yəni taleyi, qisməti. Əvəzləyə bilirəm də, taleyi, qisməti. Bu zaman olacaq deməli isim kimi. Həm də sual verə bilirəm, nəyi? Türklərin qədər dediyi söz bizdə qədər yazılır. Qədər. Orada da isimlə amonim olur. Sonra amonimliklərdən danışmadığımız tək söz qaldı, tək. Qoşma olur, sifət olur, zərf olur. Bir də yerinə görə ədat da götürə bilərik. Baxaq. Mən tək, sonra tək adam, tək gəldi, tək sənə inanıram. Əgər bitişik yazılıbsa hər zaman qoşma. Mən tək, sən tək, qızıl tək. Əgər təkdən sonra isim gəlibsə sifət, sual verəndə zaten aşağı çıxır. Tək adam, hansı adam? Feilin yanında gəlibsə bu zaman zərf. Tək gəldi, nə tərzdə? Tək oturdu, nə tərzdə? Əgər təkin yerinə yalnız bircə qoya bilirəmsə ədat. Tək sənə inanıram, yalnız sənə inanıram, bircə sənə inanıram. Bu zamanda olur ədat. Deməli, tək sözü iki əsas, iki köməkçi nitq hissəsi olur. Sifət, zərf, qoşma, ədat. Bitişik yazılsa qoşma, yerinə təkcə bircə yalnız qoya bilirəmsə ədat, ismin yanında gəlibsə sifət, feilin yanında gəlibsə zərf olur. Daha sonra amonimliklər bizə lazım olanlar bunlar. Amonim qoşmalar bunlar. Digər nitq hissələri ilə amonimdir. Bəzi sözlər var ki, onlar yalnız və yalnız qoşma olur. Yəni amonim sayılmır. Sadəcə qoşmada tanıyırıq onları, başqa yerdə onları görmürük. Üçün, ötrü, görə, savayı, dək, can, cən, haqqında, haqda, barəsində,
barədə. Bunlar yalnız qoşma olur. Qoşmadan başqa heç bir nitq hissəsi olmur. Yəni amonimliyi yoxdur. Sənin üçün, səndən ötürü, sənə görə, səndən savayı, evədək, evəcən, onun haqqında, onun haqda, sənin barəndə, yaxud da onun barəsində. Bu zaman bunlar təkcə qoşma olur, hal şəkilsinin işlənir və başqa nitq hissəsi olmadığı üçün amonimliyi yoxdur. Qoşma qoşulduğu sözlə birlikdə cümlə üzvü olar. Qoşulduğu söz hansı cümlə üzvüdürsə, qoşma da həmin cümlə üzvü olar. Qoşulduğu sözlə birlikdə suala cavab verər, ayrılıqda sual cavab verməz. Məsələn, atam ilə gedirəm, kim ilə, atam üçün almışam, kim üçün. Sənin haqqında danışırlar, kim haqqında. Qoşulduğu sözlə birlikdə suala cavab verək. Dedik sözə qoşularaq mənaçaları yaradar. Əsas tərifi budur, sözə qoşularaq mənaçaları yaradar. Təkcəzalı qoşmalar bitişik yazılar. Tək, tək, ca, can. Yalnız xas qoşması istisnadır, təkcəzalı da ayrı yazılar. Üçün ilə, istəsə bitişik, istəsə yerinə görə ayrı yazıla bilər. Daha sonra, quruluşsa yalnız sadə olar. İsimin adlıq, yəlik, yönlük, çıxışlıq hallarına qoşular. Təsirli və yerli hala qoşulan qoşma dilimizdə yoxdur, qoşulmaz. Qoşma cümlənin əvvəlində, yəni söz qoşma ilə başlaya bilməz. Çünki qoşma hal şəkilçisinə qoşular. Birinci hal şəkilçili söz gəlməlidir, ardınca qoşma işlənməlidir. Qoşma başda gələ bilməz. Qoşmaların amonimliyi var. Yerinə görə isimlə, sifətlə, zərflə, daha sonra ədatla, bağlayıcı ilə amonimliyi var. Qoşmalarda vergül qoyulmaz. Sonra başqa nələr deyə bilərik? Başqa qoşmadan elə bir şeylər qalmadı. Quruluşun dedik, mənaçalarların dedik, hansı hallara qoşulmağın dedik. Cümlə daxilində bir-birini əvəz eləməyinə sinonim deyirik. Məsələn, sənin üçün gəlmişəm, sənə görə gəlmişəm. Buna sinonim qoşma deyirik. Yaxud da evə kimi getdik, evə qədər getdik. İkisi də məsələn, məsafə bildirir, sinonim sayılır. Məktəbə sarı getdim, məktəbə doğru getdim, məktəbə tərəf getdim. Burada deməli, üçü də istiqamət bildirir, sinonim sayılır. Öz daxilində sinonim olur. Eyni növdən olanı, məsələn, birini götürüb digərini yerinə əvəzləyə bilirəmsə, bu sinonimdir. Qoşma digər nitq hissələri ilə amonim olur. Daxilindən əvəzlədiklərimiz sinonim sayılır. Başqa nitq hissəsi ilə olanı amonimdir deyirik. Məsələn, yazdıqca tək sözü qoşma olur, ədat olur, zərf olur, sifət olur. Bu amonimdir. Amma desək ki, sənin kimi, sənin qədər, sənin tək, bu sinonim sayılır. Eyni növdən birini götürüb digərini əvəzləyə biliriksə, bu sinonimli sayılır. Qoşmanın digərlərindən fərqli xüsusiyyəti qoşulduğu sözlə bir yerdə suala cavab verməsi və qrammatik ismə aid qrammatik şəkilçiləri qəbul edə bilməsi. Qalan bağlayıcı, ədat, modal sözlər heç birində şəkilçi qəbul etmə funksiyası yoxdur. Qoşmadan bu qədər.